Bizden Öğren kanalına hoş geldiniz. Bugün size güllerin kraliçesi olan siklamenler hakkında məlumat vereyim. Siklamenler otaq gülləridir bildiğimiz kimi. Ancaq bunu həyətdə də əkmək olar. Çünki soyuq havalara dözümü də var. Hardasa -3 dərəcəyə qədər soyuğa dözə bilən bir güldür. Ancaq otaq şəraitində isti olmayan yerlərdə saxlanıla bilər. Birbaşa güneşten qorumaq lazımdır. Çünki bu güllərin yarpaqlarının 90% sudur. Və buna görə də birbaşa güneşin altında qaldıqda yarpaqları xarab olur. Yəni pörtlənir. Buna kraliçə nəyə görə deyirlər? Güllərin kraliçası. Çiçəyi bu qaydada tac formasında olduğuna görə güllərin kraliçası adlanır. Bunların siklamenlərin sortları var. Bu Korolevski sortudur. Bunlara deyirlər Korolevski siklamen. Bir de var adi siklamenler. Adi siklamenlerin çiçekleri balaca olur. Bunlar ancaq çiçekleri iri olur. Bunların saxlama qaydası yarım kölgəli, tam güneş düşməyən yerlərdə, hətta sutka ərzində 3 saat, 4 saat güneş düşsə bəs eləyər. Belə bir yerlərdə saxlamaq olur. Yəni başqa güllərin saxlamaq qalmadığı bir yerde siklamenler qalır. Eğer balkonlarınızda hava soyuqdursa və gül baxmaq istəyirsinizsə, siklamenler ora uyğundur. Çünki eğer güneş düşmürsə, orada yetişdirməyə olar. Soyuğa davamlı güldür. Siklamenleri sulayanda çalışın bir qabın içine su töküb alttan sulama qaydasıyla, yani bir qabın içine su tökürsüz, onun içine koyup suluyorsunuz. Çünkü üstündən su tökəndə yarpaqların arasında nəmlik qalır. Yarpaqlarda da su çox olduğuna görə çürümə gedir. Və buna görə də çalışın çürümələrdən qoruyun siklamenlər, çünki çürüməyə meyilli bitkidir. Eğer yuxarıdan aşağı su töksəniz, tez aralarını qurutmaq lazımdır ki, orada su qalmasın. Ən gözəli bir qaba su töküb oradan sulamaqdır. -3 dərəcə soyuğa dözən siklamenler 16 plus temperaturda yaşayabilir, qalabilir, çiğ açabilir. Eğer 16 plus'tan yuxarı temperatur qalxarsa artıq 18-20 dərəcədə siklamenler çiçeklemesini dayandırır. Çünkü istini sevmeyen bir bitkidir. Ana vətəni Yaponiyadır. Bunlar Yaponiyada qayalıqlarda yetişən bir güldür. Qayalıqlarda, yəni yenə də gün düşməyən bir hissəsində, yəni kölgəli yerlərində yetişir. Özü bizim bənövşələrimizə oxşuyur. Yəni Azərbaycanda olan bənövşələrə oxşuyur. Eyni ona oxşar bir güldür, ancaq bunların adı siklamendir. Bizdəkilər bənövşədir. Bəlkə də elə bu da bənövşədir. Sadəcə olaraq adına siklamen deyirlər. Çünki hər yerdə hər bitkinin öz adı var, özünə uyğun, öz yaşadığı, yəni olduğu yerə, mühitinə uyğun adları olur. Artırılma qaydaları da çox çətin deyil. Özü təbii şəkildə artırılsa yaxşı olar. Çünki bir vaxtı bu çiçək olan hissədən tumurcuq verib, döllənib, sonra buradan tac düşəndən sonra baş yığır. O da özü öz dibində öz toxumunu yetişdirir. Buradan özü öz dibinə, kökünə toxumunu qoyub bitirir. Təbii şəkildə bitirilməsi çox yaxşıdır. Çünkü siz onu süni şəkildə bitirməyə bilməyəsiniz. Çünki çətin olacaq. Əsas temperatur və onun kölgəsidir. Özü öz təbii şəkildə öz gülünü hazırlayır, yetişdirir yəni. Bir de qablarını çox böyük qablarda əkməyin. Çox böyük qablarda əkəndə çiçəkləməsi dayanır. Çalışın alanda olduğu qablarda yetişdirin. Eğer qabını dəyişmək istəsəniz, bir razmer böyük qabda əkmək olar. Bir balaca böyük qablarda əksəniz toxumunu da qoymağa özü üçün rahat olacaq. Yəni bu şəkildə siklamenləri yetişdirə bilərsiniz, baxa bilərsiniz. Bu qədər dostlar. Eğer videolarımızı bəyənsəniz like qoymağı unutmayın. Eğer axıra qədər videomuzu izləyirsinizsə, deməli videolarımızı bəyənmişsiniz. Videolarımızı paylaşın, qoy bilməyənlər də öyrənmiş olsun. Görüşərik.